Salam əziz tələbələr, hər vaxtınız xeyir. Bu gün sizlərlə birlikdə verbal məlumatların təhlilinə dair ikinci video izahınızla davam edirik. Sizlərə tövsiyəm olar ki, ikincini birbaşa izləməyin. Birinci video izahı izlədikdən sonra ikiyə keçsəz daha aydın olacaq sizlərə. Və bundan əlavə olaraqdan birinci video izahının da linkini YouTube'da açıqlama bölməsində, videoda açıqlama bölməsinə yerləşdirəcəyim. Amma yenə də qısa olaraq söhbətin nədən getdiyini, yəni sualın məğzini izah edeyim. Baxın, sizə belə bir mətn verilir. Bu mətnə əsasən aşağıda suallar qoyulur və bu suallarda verilən mətnin doğru, yanlış və ya qiymətləndirilməsi mümkünsüz kimi dəyərləndirirsiniz. Bunun bəsit bir örnəyi olaraq verim. Deyək ki, sualın mətnində verilib şey, Nizatın 30 yaşı var. Belə bir mətn verilib, hər hansısa bir cümlədir. Aşağıda sual qoya bilər. Deyə bilər ki, məsələn, Nizatın 25-dən çox yaşı var. Baxın, Nizatın yaşı 30'dur və qeyd olunsa ki, Nizatın 25-dən çox yaşı var. Bu doğru məlumat əziz tələbələr. Yəni, buradakı sual olaraq nəzərdə tuturam. Yox deyə bilər ki, Nizatın, nə bilim, 35 yaşı var sualda. Bu artıq yanlış məlumatdır. Çünki sualın mətnində, yəni yuxarı qismində Nizatın 30 yaşı qeyd olunub, sualda 35 yaş qeyd olunsa, bu yanlış məlumat olaraq dəyərləndirəcəksiniz. Bir də var ki, qiymətləndirilməsi mümkünsüz. Deyək ki, mətndə Nizatın 30 yaşı olduğu yazılmışdı. Amma mətndə aşağıda yazar ki, Nizat, örnək verirəm, sualda qeyd olunan, Nizat, mən indi məntiq və informatika müəllimiyəm, qeyd olunan ki, qanun müəllimidir. Amma mətndə buna dair heç bir məlumat tapa bilmirsiniz. Yəni, Nizatın məntiq yoxsa qanun müəllimi olduğu, hətta müəllim olduğu belə qeyd olunmayıbsa məlumat olaraq mətndə, bu qiymətləndirilməsi mümkünsüz olaraqdan dəyərləndirilir. Yəni, bəzən bu verilən sizdəki bu sualdakı mətndən söhbət gedir. O tam birə-bir mətnlə uyğunlaşmaya bilər. Yəni, üst-üstə düşməyə bilər. Birində əsr yazıb, birində illə qiymətləndirilə bilər. Amma bu yenə də məlumatın doğru və yanlış və ya qiymətləndirilməsi mümkünsüz kimi yanaşmayın. Birinci sualın məğzinə baxın görək nə qədər düz, yanlış və ya qiymətləndirilməsi mümkünsüzdür. İndi uzun sözün qısası, mətni oxumağı sizə buraxıram. Bayaqdan ekran buradadır. Videonu dayandırın, mətni oxuyun və sizlərlə birlikdə məlumatları dəyərləndirməyə başlayaq. İndi başlayıram bir nömrəli sualın məlumatını sizlərlə dəyərləndirməyə. Bir də bizə nə qeyd olunubdur? Deyir ki, ərzaq çatışmazlığının əsas səbəbi kimi əhalinin sayının artması. Baxın, gəlib mətnin ilk cümləsini oxusam, deyir, hazırda dünya əhalisinin sürətlə artması nəticəsində ərzaq çatışmazlığı yaranır. Deməli, əhali artdığı üçün bu insanlara qida tapıla bilmir. Deməli, ərzaq çatışmazlığının əsas səbəbi kimi əhalinin sayının artması nəzərdə tutulduğu üçün bu məlumatı doğru olaraq dəyərləndirəcəyik tələbələr. Sualın ikinci sualımıza baxaq. Deyir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə 2000 kilokaloriden aşağı qida qəbul edə bilməməyi aclığı göstərir. Yəni deyir ki, bir insan 2000 kilokaloriden aşağı qida qəbul edirsə, bu artıq bunun aclığını göstərir. İndi gəlin bu məlumatı biz yuxarıda tapaq. Deyir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə ərazidən asılı olaraq bu arada. Bu göstəricinin 1760-1836 kilokalori arasında olması kifayət qədər qida mənbələri qəbul edə bilməməyi aclığı göstərir. Bayaq yadınızda yaş söhbəti demişdim. Məsələn, mətndə yazılan Nizatın 30 yaşı var. Sualda qeyd olunur ki, Nizatın 25-dən çox yaşı var. Bu da həmin suala bənzəyir də, tələbələr. Burada konkret olaraq yazıb ki, 1760-1836 kalori qəbul etmək onun aclığını göstərir. Sualda da qeyd olunub ki, 2000 kaloriden aşağı qida. Tələbələr, 1760-1836 2000-dən aşağı olduğu üçün bu məlumatı da biz doğru olaraq dəyərləndirəcəyik. Gələk 3 nömrəli şərtimizə. Deyir ki, aclıq içində olanların təxminən yarısı Afrika qitəsində yaşayır. İndi gəlin bu məlumatı da dəyərləndirək sizlərlə. Deyir ki, aclıq içində olanların təxminən
4'te biri Afrika qitəsində yaşayır. Əziz tələbələr, burada 4'te biri deyir. Sualda isə bizə yarısı deyir. Deməli, bu verilən üçüncü sual yanlışdır. Keçək bu nüanslara əsasən 4 nömrəli sualı dəyərləndirək. Deyir 1990-1992-ci illərdə illər statistikası ilə müqayisə etsək, Azərbaycanda gün ərzində qida qəbulunu inkişaf etmiş ölkələr siyahısına daxil edə bilərik. Birinci biz baxaq görək Azərbaycanda qida qəbulu əziz tələbələr nə qədərdir? Deyir ki, Azərbaycanda gün ərzində ərzaq istehsalı adam başına orta hesabla 2242 kilokaloriya hesabına bərabərdir. Yəni deyir ki, Azərbaycanda gün ərzində bir adam 2242 kalori qəbul edir. Bəs 1990-92-ci illərdə nə deyilib? Deyir ki, dünya üzrə bir nəfərin orta hesabla gündəlik 2710 kalori istehsal etdiyi halda bu göstərici inkişaf etmiş ölkələrdə 3330 kilokalori. Amma sualda baxın, inkişaf etmiş ölkələrdə deyir 3330 kilokalori olmalıdır. Deyir Azərbaycanda bu 2242 kilokaloridir. Və sualda bizə qeyd olunmuşdur ki, Azərbaycan gün ərzində qida qəbulunu inkişaf etmiş ölkələr siyahısına daxil etmək olar. Əziz tələbələr, necə daxil etmək olar? İnkişaf etmiş ölkələrdə gündəlik 3330 kalori düşür bir adam. Azərbaycanda 2242 kalori düşür. Deməli, bu məlumat bizim üçün yanlış olaraq dəyərləndiriləcək. 5 nömrəli suala gəlin diqqət yetirək. Deyir, keçən əsrin 90-cı illərində əhalinin maddi imkanlarının indikindən daha aşağı idi. Əziz tələbələr, burada mətni saxlayıram, özünüz oxuyarsınız. Mətni oxumamaqda, yəni bütövlükdə oxumamaqdakı məqsədim videonun çox uzun olmamağını istəyirəm. Baxın, əziz tələbələr, keçən əsrin 90-cı illərinə müqayisədə əhalinin varlığının kasıblığı haqqında bir məlumat heç cürə bu mətndə əks olunmayıbdır. Ona görə də bu məlumatı biz qiymətləndirilməsi mümkünsüz olaraqdan dəyərləndirəcəyik. İndi keçək növbəti mətnimizə. Burada da akustika haqqında, yəni səs uzaldanlar haqqında bir mətnimizdir. Hal-hazırda mətn sabitdir. Videonu dayandırıb mətni oxumağınızı tövsiyə edirəm. İndi keçək sizlərlə birlikdə bu mövzunun dəyərləndirməsinə. Bir nömrəli sualda. Deyir, stadion, küçə və digər açıq yerlərdə səsləndirmə zamanı nitqin aydınlığına və meydanın hər yerində eyni ucalıqda səsləndirilməsinə üstünlük verilir. Əziz tələbələr, mən bunu qiymətləndirilməsi mümkünsüz olaraq dəyərləndirəcəm. Çünki ümumiyyətlə bizə verilən bu yuxarıdakı mətndə açıqda, küçədə bu haqda akustika haqqında heç bir məlumat verilməyibdir. Bağlı məkanlara köklənilibdir. Buna görə də bu qiymətləndirilməsi mümkünsüz olaraq dəyərləndirilir. Keçək növbəti sualımıza. 2-də bizə deyir ki, məişətdə işlədilən səs texnikası qurullarının kafi, yaxşı, yüksək high-end və ən yüksək hi-fi səsləndirmə keyfiyyətini təmin edən növləri var. Baxın, bir dənə kiçik nüansa diqqət yetirin bu sualda. Bizə deyir ki, səsləndirmənin yaxşı, yüksək hi-fi'dir deyir, ən yüksək isə high-enddir. Bizə yüksəyi high-end, ən yüksək isə hi-fi olaraq verib sualda. Axı bizdə ən yüksək high-end olmalıydı, hi-fi yox. Buna görə də bu məlumatı yanlış olaraq dəyərləndirəcəyik. Sonra keçək 3 nömrəli sualımıza. Deyir, konsert zallarında, kinoteatrlarda və s. Deyir ki, səsi 140 desibeldən çox ucalıq diapazonunda keyfiyyətli canlandıra bilən akustik sistemlərdən istifadə olunur. Burada fikir versəz, deyir 140 desibeldən çox. Düz deyilmi? Yuxarıda gəlin bu mətnin qarşılığını oxuyaq. Deyir ki, mətndə konsert zallarında, kinoteatrlarda, yerlərdə 140 desibelə qədər istifadə olunur kino zallarda, kinoteatrlarda, konsert zallarında və s. 140 desibelə qədər. Burada isə bizə deyir 140 desibeldən çox. Deməli, bu bizim üçün yanlış məlumatdır. Keçək 4 nömrəli şərtimizə.
4-də deyir ki, akustik sistemin əsas göstəriciləri nominal güc, səs tezlikləri diapazonu və tam elektrik müqavimətidir. İndi bunu dəyərləndirməliyik sizdə. Yuxarıda görürəm ki, akustik sistemin əsas göstəriciləri nominal güc, səs tezlikləri diapazonu və tam elektrik müqavimətidir. Birə-bir eyni məlumatlar verildiyi üçün bu məlumatı biz doğru olaraq dəyərləndirəcəyik. İndi keçək 5 nömrəli testimizə. 5'te deyir ki, səsləndirmənin orta ölçülü otaqlar üçün kifayət edən ucalıq həddi 2-4 watt olan akustik sistem vasitəsilə yaradılır. 2-4 watt vasitəsilə. İndi gəlin bunun qarşılığını yuxarıda oxuyaq. Deyir ki, səsləndirmənin orta ölçülü otaqlar üçün kifayət edən ucalıq həddi gücü 2-4 watt olan akustik sistem vasitəsilə yaradılır. Bizdə də eyni məlumat özünü əks etdirdiyi üçün bu 5 nömrəli testdə də doğru olaraq B variantını seçəcəyik. Əziz tələbələr, uzun sözün qısasını toparlasaq, əgər verilən məlumat mətndə özünü birə-bir əks etdirməsə də, onunla eyni mənada özünü əks etdirirsə doğrudur. Təbii ki, özünü əks etdirmirsə yanlışdır və burada örnek verirəm. Necə ki, bir nömrəli testdə qiymətləndirilməsi mümkünsüz dəyərləndirdik. Niyə? Ümumiyyətlə mətndə stadion küçə haqqında danışmırdı deyə. Yəni mətndə verilən sualın məğzinə dair heç bir məlumat da yoxdursa, bu halda da qiymətləndirməsi mümkünsüz olaraq dəyərləndirəcəyik. Bu günlük video izahımız bu qədər olacaq. Hər birinizə imtahanlarda uğur diləyirəm.